Resulullah sallallahu aleyhi ve sellem buyurmuştur. Arafa günü 1000 kere Kul huvallahu okuyanın istediği kendisine verilir. Ərəfə günü 1000 dəfə İxlas surəsini oxumaq barədə müəyyən rəvayətlər olsa da, bu barədə səhih bir hədis və ya təsdiq edilmiş sünnət yoxdur. Yəni, belə bir rəqəm və xüsusi sayla İxlas surəsini oxumaq haqqında Peyğəmbərimizdən mötəbər bir dəlil mövcud deyil. Amma İxlas surəsini çox oxumaq xüsusilə müstəhəb və savablı bir işdir. Çünki İxlas surəsi Quranın təməl təvhid mesajını ifadə edir və Allahın birliyini möhkəm təsdiq edir. İslam alimləri ümumilikdə bu surənin çox oxunmasını tövsiyə etmişlər. İslamda ibadətlər Quran və sünnət əsasında olmalıdır. Yeni uydurulmuş ibadətlər bidətdir və qəbul edilməzdir. Hər kəsdən xahiş edirik ki, Allahın kitabı və Peyğəmbərin sünnəti xaricində heç nə uydurmasın, dini qarışdırmasın. Kim mənim adımdan yalan danışarsa, öz yeri cəhənnəmdir.